Sosial media hesabımda filoloqlara keçirilən sertifikasiya imtahanı barədə heç açıqlama verməmişdim. Məndən açıqlama istənirdi, amma bu mövzuya toxunmurdum. Digər fənlərlə bağlı isə açıqlama vermişdim. Hətta sertifikasiyadan kəsilənlərə yeni şans verilməsini məqsədə uyğun hesab etmədiyimi bildirmişdim. Amma filoloqlarla bağlı danışmamışdım. Təhsil zamanı xəbər verir ki, bu fikirləri redaktoraca açıqlamasında təhsil eksperti Ramin Nuraliyev Azərbaycan dili və ədəbiyyat fənnindən keçirilən sertifikasiya imtahanından sonra müəllimlərin etdiyi narazılıqlardan danışarkən bildirib. Çoxsaylı müraciətlərə əsasən araşdırmalar apardım, çıxışları izlədim, müşahidə etdim ki, imtahanda vaxt məhdudiyyəti həqiqətən olub. Verilən mətnlərə uyğun vaxt seçilməyib, bu ümumi olaraq təsir göstərən haldır. Bu imtahanın ya təkrar keçirilməsini, ya da sualların bir qisminə düzəliş olunmasını təklif etmişəm. Təhsil eksperti qeyd edib ki, imtahanın təkrar keçirilməsi daha doğru olar. Hazırda kimyadan da narazılıqlar var. Mən isə hələ ki məsələni araşdırıram. Filologiyada vəziyyət fərqlidir. Söhbət düşən sualların mətn ağırlığı olmasından, hər bir mətndən ayrılan vaxtın digər fənlərlə eynilik təşkil etməsindən gedir. Azərbaycan dilinə ayrılan vaxtla digər fənlərə ayrılan vaxt eynidir, amma Azərbaycan dilində mətn sualları çoxluq təşkil etdiyi üçün məhz problem hiss olunur. Yarım saat əlavə vaxt verilsə, bəlkə də problem aradan qaldırılardı. Mövzu onsuz da azdır. Müəllim dərs keçir. Suallar çətin idi demirik, vaxt məsələsini deyirik, deyə təhsil eksperti Ramin Nuraliyev vurğulayıb.